Sizə bir dənə də maraqlı əfsanə danışım. Azərbaycan folklorunun əfsanələrindən biri. Bir çoxunuz bəlkə bilmirsiniz. Əsli və Kərəm əfsanəsi. Deməli, günlərin bir günü bir xanın oğlu var imiş. Kərəm və bir vəzirin, qara keşiş vəzirin qızı Əsli. Nəysə, bu qızla oğlan bir-birinə aşıq olurlar, vurulurlar. Amma qara keşiş maalesef öz qızını müsəlman bir oğlana vermək istəmir və qızını götürür, şəhərdən uzaqlaşır, qaçır. Kərəm neynəsin? Öz sazını götürür, yanıq Kərəmi çala-çala çox çətin bir yollardan keçərək gedir əslini tapır. Əslini tapır və qara keşiş üzə artıq razı olur bunların evlənməyinə. Bunlar evlənirlər və qara keşiş Kərəmə yaxınlaşır, deyir ki, sənə bir dənə hədiyyəm var. Hədiyyə xələt verir. Deyir, xələti toy gecəsində geyinərsən. Deyir, yaxşı, toy olur, toy gecəsi olur. Kərəm götürür, xələtini geyinir və düymələrini açanda, axırıncı düyməyə çatanda yuxarıdakılar təzədən bağlanır. Nəysə, bu söhbəti tutur, deyir ki, 100% qara keşiş nəsə buna cadu eləyibdir. Tez-tez başlayır açmağa, axırıncı düyməni lap açanda xələtin içindən qığılcım çıxır, Kərəmin bədəninə dəyir və Kərəmi kül eləyir. Kərəmi kül eləyir, bunu görən Əsli yaxınlaşır küllərin yanına, nəsə küllərlə eşələnərkən bir qığılcım dəyir Əsliyə və Əsli də yanır, kül olur. Əsli və Kərəmi insanlar külünü toplayır və bir yerə bastırırlar. Bastıranda qəbirstanlığın, yəni onların qəbrinin yanından 2 dənə çiçək çıxır və o çiçəklər bir-birinə dolanaraq belə fitil çıxır. Amma belə bir şey olur ki, qara keşişin məzarından da tikanlar çıxır. O tikanlar da çıxır, gedir Əsli və Kərəmin o məzarın yanındakı gülə dolaşır və qoymur onlar bir yerdə olsunlar. Yəni, sevgi elə bir şeydir ki, millət, ölsən də ölməyən bir şeydir. Yəni, ruhunda qalan bir şeydir.